məktəbdə keçirdikləri sonuncu gündür. 11 il boyunca onlara doğma olan müəllimlərdən və məktəb yoldaşlarından ayrılmaq təbii ki, asan deyil. Ona görə də sevinç, kədər, gözyaşı, bütün hisslər bir-birinə qarışıb. Gəlin onların bu həyəcanlı gününə birlikdə şahidlik edək. Gözləyirdim məzun günü. Gözləyirdim, heyecanlıydım. İndi də heyecanlıyam. Görək. Necə şagird olmusan? Yaxşı, həmişə oxuyan. Amma sən çox sevinclisən, heç kədərli deyilsən. Yaxşı oxuyurdun. Yox. Bugün axırıncı gündür. Universitetə girmək istəyirəm. Əsas şey budur. Mən nəvəm üçün gəlmişəm. Çox sevinirəm ki, qutarıb. Yol açıq olsun da bütün məzunların. Məzunun nəyisən? Bacısı Bacısısan. Adı nədir bacının? Xuraman. Xuraman. Məzun gününə gəlmisən. Bəli. Nə hiss eləyirsən? Danış bizə biraz. Həyəcanlıyam. Sevinirəm ki, bacım məzun olur. Ona uğurlar arzulayıram. 11 il bundan əvvəl bu məktəbdə birinci sinifə gedəndə onu gəlib yola salmışdı. Məni bu məktəbə gətirmişdi. İndi isə yəni həyata yola salırıq. Məzunlar, valideynlər kimi onların əziyyətini çəkən müəllimləri də həyəcanlıdılar bugün. Nə hiss eləyirsən? Çox həyəcanlıyam. Mənim üçün 2 qat həyəcandır. Çünki həm 11-ci sinifin sinif rəhbəri olaraq məzun sinif yola salıram. Həm də həmən sinifdə mənim evladım bitirir, 11-ci sinifi oxuyur. Mən istəyirəm ki, onlar həmişə bizim Azərbaycanlı adını yüksək daşısınlar. Bəziləri burada oxuyacaq, bəziləri xaricdə oxuyacaq. Yadlarına çıxartmasınlar ki, Azərbaycanlıdırlar. Tofiq İsmailov adına 6 saylı liseydə keçirilən son zəng tədbirində çıxış edən Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov məzunlara arzularını səsləndirib. Bu əlamətlər gündə bizim məzunlarımız yeni mərhələyə, həyatın yeni mərhələsinə qədəm qoyurlar. Son zəng deyəndə bu son zəng sizin dərslərinizə, o məktəbdə apardığınız vaxtı tənəffüslərə, sizi qiymətləndirmədə müəllimlər öz qərarlarını bildirənlərə və eyni zamanda ümumiyyətlə məktəbdə siz bitirməyiniz münasibəti ilə təbrik etmək istəyərdim bir daha. Sizi təbrik edirik. Gələcəyiniz parlaq, arzularınız çin olsun. Tezliklə tələbə adını qazanasınız.